alimlərdən biri gedirmiş İmam Hüseynin ziyarətinə. Bilirsiniz də o qədər savabı var. O alimin hadisəsini qoyub tez buna keçirəm ki, qoy o alimin hadisəsindəki məsələ də aydın olsun. Bir gün Peyğəmbər İmam Hüseyni qucağında oynadırdı. Balaca idi İmam Hüseyn. Çox sevirdi İmam Hüseyn, çox sevəliyirdi. Bizdə belə söz var, sevəliyirdi yəni. Ayşə dedi ki, yaman çox istəyirsən bu nəvəni. Qəribə çox istəyirsən. Həzrət dedi ki, bəli, o sadə adam deyil. O Allah yolunda şəhid ediləcək. Onun ziyarətinə gedənlərə Allah bilirsən nə qədər savab verəcək Ayşə. Mənim 10 qəbul olunmuş həcc və 10 qəbul olunmuş ümrəmin savabını, mənim Peyğəmbərin, Rəsul Əkrəmin. Ayşə dedi, ya Rasulallah, nə danışırsınız? Sizin 10 qəbul olunmuş həcc, 10 qəbul olunmuş ümrə. Dedi, Ayşə, mənim 100 qəbul olunmuş həcc, 100 qəbul olunmuş ümrənin savabını verəcək. Bu birisi məsələ indi qayıdırım. Bu alim gedir, hədislər yadına düşür. Dəvənin üstündədir, ya atın üstündə. Gedir Kərbəlaya tərəf, qədim alimdir. Yadına düşür o şeylər ki, İmam Hüseynə tərəf getməyə bu qədər savab verilir. Bu qədər yəni. Sanki biraz şəkkə düşür ki, elə bil deyilən vədlər daha böyükdür. Bildik biraz olsa, amma çox böyükdür. Vədlər həddindən artıq böyükdür. Deyir, mən bunu düşünə-düşünə gedirdim, atın üstündə. Deyir, gördüm ki, bir nəfər yapışdı mənim atımın yüyənindən. Dedi, şeyx, sənə bir hadisə danışmaq istəyirəm. Bir gün bir şah öz qoşunu ilə gedir meşəyə. Meşədə axşam itirir qoşunu. Orada tək qalır, bir evə pənah aparır. Daxma idi ev. Girir ki, bir yaşlı kişi qadındır. Deyir ki, Allah qonağıyam, mənə bir gecə ev verərsiniz, mənim yatmağım üçün şərait yarada bilərsiniz. Deyirlər ki, Allaha da qurban, qonağına da gəl. Şah deyir ki, mən gəldim orada. Qulağım eşitdi ki, onlar bir-birlərinə deyirlər ki, bu qonaq acdır. Bir dənə də keçiləri var. O keçinin də südünü sağıb satırlar, onunla dolanırlar. Deyir, dedi ki, kəsməliyik. Baxmayaraq ki, başqa dolanışımız yoxdur, amma qonaqdır bu. Bu ac qala bilməz. O yeganə keçilərini kəsdilər, bişirdilər, mənim qabağıma gətirdilər. Səhər açıldı, şah durur, deyir ki, mən şaham, xəbəriniz yox. Kişiyə deyir ki, gəl mənim sarayıma, sənin əvəzini verəcəm. İndi sarayda bütün onun o məmurları əyləşib onlara deyir ki, bu kişiyə mən nə verim? Bəzilər deyirlər ki, bir keçi kəsib, bir sürü keçi ver. Deyir ki, azdır. Başqası deyir ki, bir sürü keçi, bir sürü də qoyun ver, bir sürü də dəvə ver. Şah deyir, azdır. Bəzilər deyir ki, onda bir kəndin xudalığını ver. Deyir ki, başa düşürsünüz ki, o mənə hər şeyimi verib. Mən də gərək ona hər şeyimi versəm, duram, o gəlsin şahlıq taxtında əyləşsin. Sonra atın üstündə olan alim deyir ki, o adam ki mənə danışırdı, mənə dedi ki, şeyx, Hüseyn Allaha hər şeyini verib, bütün varlığını verib. Əlində nəyə sahibi idisə, balalar, ailəsinin əsir düşməsi, öz canı, hər şeyini verib. Dedi və sonra yoxa çıxdı. Başa düşdüm ki, İmam Zamanı mənə anlatdı ki, Hüseynin yolunda nə desələr iddialı danışsalar, şəkk eləməyin. Ona görə də İmam Hüseynin əzadarına, İmam Hüseynin zəvvarına, İmam Hüseynin ziyarətçisinə elə böyük-böyük şeylər deyiblər, vəd veriblər. Çünki hadisə böyük hadisədir. Bu hadisəyə diqqət insana olmazın təsirlərini verir.